Dostlar, salam. Qarında köp hissi, yeməkdən sonra şişkinlik, sağ qabırğa altında ağırlıq, tez yorulmaq və analizdə yazılan bir cümlə: qaraciyər piylənməsi. Son illərdə milyonlarla insan məhz bu problemlərlə qarşılaşır. Maraqlıdır ki, insanların çoxu qaraciyər piylənməsinin yalnız spirtli içkilərlə əlaqəli olduğunu düşünür. Halbuki bu tam doğru deyil. Bugün qaraciyər piylənməsi spirt istifadə etməyən insanlarda da çox geniş yayılıb. Bəzən insan illərlə özünü normal hiss edir, işə gedir, gündəlik həyatına davam edir və heç bilmir ki, qaraciyərində artıq piy toplanmağa başlayıb. Ən maraqlısı isə budur. Qaraciyər çox səbirli orqandır. Uzun müddət şikayət etmədən işləyə bilir. Məhz buna görə bir çox insan problemi gec öyrənir. Bugün çox vacib bir mövzudan danışacağıq. Qaraciyər piylənməsi nədir? Niyə yaranır? Köp hissi ilə əlaqəsi varmı? Hansı təbii vasitələr faydalı ola bilər? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şey başa düşək. Qaraciyər piylənməsi nədir? Adından da göründüyü kimi, qaraciyər hüceyrələrinin daxilində normadan artıq piy toplanmasıdır. Sağlam qaraciyərdə də müəyyən qədər piy olur. Amma bu miqdar artdıqda artıq problem yaranmağa başlayır. Təsəvvür edin ki, bir fabrik normal işləyir. Sonra fabrikin içində lazımsız yüklər yığılmağa başlayır. İlk vaxtlar iş davam edir. Amma yük artdıqca sistem yavaşlamağa başlayır. Qaraciyərdə də buna bənzər proses baş verir. İndi isə vacib suala keçək. Niyə qaraciyər piylənir? İnsanların çoxu düşünür ki, səbəb yalnız yağlı yeməklərdir. Əslində məsələ bir qədər mürəkkəbdir. Ən böyük səbəblərdən biri artıq çəki və piylənmədir. Xüsusilə qarın nahiyəsində yağ toplanması. Bugün bir çox insanın qaraciyər piylənməsi ilə yanaşı qarın piylənməsi də olur. Məhz buna görə həkimlər bəzən qaraciyərə baxmadan belə risk haqqında fikir yürüdə bilirlər. Digər vacib səbəb isə həddindən artıq şəkər qəbuludur. Burada maraqlı bir məqam var. İnsanlar çox vaxt yalnız yağdan qorxurlar. Amma artıq şəkər də qaraciyərdə piy yığılmasına səbəb ola bilər. Şirin qazlı içkilər, şirin desertlər, çox miqdarda hazır məhsullar. Bunların hamısı müəyyən rol oynaya bilər. Bəzi insanlar deyirlər, mən yağlı yemək yemirəm. Amma gün ərzində bir neçə şirin içki qəbul edirlər. Bu zaman qaraciyər yenə də yüklənə bilər. İnsulin müqaviməti də vacib faktorlardan biridir. Bu termin bir çox insan üçün mürəkkəb görünür. Amma sadə dillə desək, bədən insulinə əvvəlki kimi cavab vermir. Nəticədə maddələr mübadiləsində dəyişikliklər yaranır və qaraciyərdə piy toplanması asanlaşır. Məhz buna görə şəkər xəstəliyi olan insanlarda qaraciyər piylənməsi daha çox görülür. İndi isə köp mövzusuna keçək. Çünki bir çox insan soruşur, qaraciyər piylənməsi köp yaradırmı? Birbaşa hər zaman yox, amma dolayı əlaqə ola bilər. Çünki qaraciyər həzm sisteminin vacib hissəsidir. O, öd istehsal edir. Öd isə yağların həzminə kömək edir. Əgər həzm sistemi ideal işləmirsə, bəzi insanlarda köp, şişkinlik və narahatlıq hissi yarana bilər. Amma vacib məqam budur. Hər köp qaraciyərdən olmur və hər qaraciyər piylənməsi də köp yaratmır. Məhz buna görə səbəbi araşdırmaq vacibdir. Bəzi insanlarda əsas problem bağırsaqlarda olur. Bəzilərində qidalanma, bəzilərində isə həqiqətən qaraciyər və öd sistemi rol oynaya bilər. İnsanların çox etdiyi səhvlərdən biri də budur. Sağ qabırğa altında yüngül narahatlıq hiss edirlər və dərhal qaraciyərdən şübhələnirlər. Halbuki həmin bölgədə müxtəlif orqanlar yerləşir. Dəqiq səbəbi yalnız müayinə müəyyən edə bilər. Maraqlıdır ki, qaraciyər piylənməsi olan insanların böyük hissəsində heç bir əlamət olmur. Bu çox vacib məlumatdır. Çünki insanlar xəstəlikləri ağrı ilə əlaqələndirirlər. Amma qaraciyər piylənməsi uzun müddət səssiz gedə bilər. Bəzən ilk siqnal yalnız ultrasəs müayinəsində görünür. İnsan başqa səbəblə müayinəyə gedir və təsadüfən öyrənir ki, qaraciyərində piylənmə var. Amma bəzi insanlarda müəyyən əlamətlər görünə bilər. Tez yorulmaq,
enerji azalması, qarında ağırlıq hissi, köp, şişkinlik, xüsusilə yeməkdən sonra narahatlıq. Bu əlamətlər spesifik deyil, yəni təkcə qaraciyər piylənməsində görülmür. Amma bəzi insanlarda rast gəlinə bilər. Növbəti hissədə isə daha vacib mövzuya keçəcəyik. Qaraciyər piylənməsi hansı mərhələlərdən keçir? Nə vaxt təhlükəli ola bilər? Hansı təbii qidalar və bitkilər dəstək məqsədi ilə istifadə olunur? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin ən vacib mövzulardan birinə keçək. Çünki insanların çoxu qaraciyər piylənməsi diaqnozu eşidəndə bir sual verir. Bu təhlükəlidirmi? Cavab isə vəziyyətdən asılıdır. Qaraciyər piylənməsi bir gündə yaranmır. Bir gündə də ciddi mərhələyə keçmir. Adətən proses illərlə davam edir. Əvvəlcə sadəcə piy toplanır. Bu mərhələdə bir çox insan heç bir əlamət hiss etmir. Amma bəzi hallarda problem bununla bitmir. Piy toplanması ilə yanaşı iltihab da yarana bilər. Məhz bu mərhələdə qaraciyər hüceyrələri zədələnməyə başlayır. İllər keçdikcə bəzi insanlarda çapıq toxuması əmələ gələ bilər. Məhz buna görə qaraciyər piylənməsini sadəcə analizdə yazılan bir söz kimi qəbul etmək düzgün deyil. Xoşbəxtlikdən erkən mərhələlərdə həyat tərzi dəyişiklikləri çox böyük rol oynaya bilir. İndi isə insanların ən çox maraqlandığı hissəyə keçək. Təbii vasitələr və bitkilər. Burada vacib bir məqam var. Heç bir bitki tək başına qaraciyər piylənməsini möcüzəvi şəkildə aradan qaldırmır. Əgər insan əvvəlki kimi qidalanmağa davam edir, hərəkətsiz yaşayır, artıq çəkiyə malikdir, amma yalnız bitkilərə ümid edirsə, gözlədiyi nəticəni almaya bilər. Məhz buna görə təbii vasitələr əsas müalicənin yerini yox, dəstək rolunu oynaya bilər. İlk olaraq ən çox tanınan bitkilərdən biri haqqında danışaq. Süd tikanı. Bəzi ölkələrdə bu bitki qaraciyər dəstəyi məqsədi ilə uzun illərdir istifadə olunur. Tərkibində silimarin adlı maddə mövcuddur. Bu maddə alimlərin diqqətini uzun müddətli cəlb edir. Müxtəlif araşdırmalar aparılıb. Amma vacib məqam budur. Bu bitki sağlam həyat tərzini əvəz etmir. Sadəcə bəzi hallarda əlavə dəstək kimi istifadə oluna bilər. Başqa maraqlı bitkilərdən biri isə ənginardır. Ənginar uzun illərdir qaraciyər və öd sistemi ilə əlaqəli mövzularda istifadə olunur. Bəzi insanlarda həzmin daha rahat olmasına kömək edə bilər. Xüsusilə yağlı yeməklərdən sonra yaranan ağırlıq hissi zamanı insanlar ondan istifadə etməyə üstünlük verirlər. Lakin burada da eyni qayda keçərlidir. Bitki əsas səbəbi aradan qaldırmır. Sadəcə bəzi insanlarda dəstək rolunda ola bilər. İndi isə yaşıl çay haqqında danışaq. Bu mövzuda çox sual verilir. Yaşıl çayın tərkibində müxtəlif antioksidant maddələr mövcuddur. Bu səbəbdən alimlərin maraq dairəsindədir. Bəzi araşdırmalarda qaraciyər sağlamlığı ilə əlaqəli müsbət nəticələr göstərilib. Amma bu o demək deyil ki, insan gün ərzində həddindən artıq yaşıl çay içməlidir. Hər şeydə olduğu kimi burada da balans vacibdir. İndi isə köp probleminə qaydaq. Çünki bir çox insanın əsas narahatlığı məhz budur. Qarında şişkinlik, qaz, ağırlıq hissi. Bəzi hallarda razyana çayı istifadə olunur. Razyana uzun illərdir köp hissinin azalmasına kömək etmək məqsədi ilə istifadə edilən bitkilərdən biridir. Şüyüd də oxşar səbəblərlə istifadə olunur. Bəzi insanlarda yeməkdən sonra yaranan narahatlıq hissini azalda bilər. Amma burada çox vacib məqam var. Əgər köp davamlıdırsa, getdikcə artırsa, çəki itkisi ilə birlikdədirsə və ya digər əlamətlərlə müşayiət olunursa, səbəbi araşdırmaq lazımdır. Çünki hər köp sadəcə qaz problemi deyil. İndi isə insanların çox etdiyi səhvlərdən danışaq. Birinci səhv, detoks anlayışı. İnternetdə tez-tez belə ifadələr görmək olur. 3 günə qaraciyəri təmizlə, 7 günə qaraciyəri yenilə, bir içki ilə bütün toksinləri at. Bunlar reallığı əks etdirmir. Çünki qaraciyərin əsas vəzifələrindən biri onsuz da orqanizmin müəyyən maddələri emal etməsidir. Qaraciyər xüsusi möcüzə kokteyllərinə ehtiyac duymur. Onun ən çox ehtiyac duyduğu şey sağlam həyat tərzidir. İkinci səhv, yalnız bitkilərə güvənmək. İnsan qaraciyər piylənməsinin səbəbini dəyişmir, amma müxtəlif qarışıqlar qəbul edir. Bu yanaşma çox vaxt kifayət etmir. Üçüncü səhv, köpün səbəbini yanlış müəyyən etmək. Bəzi insanlar bütün problemlərin qaraciyərdən olduğunu düşünürlər. Halbuki köpün səbəbi bağırsaqlar, qidalanma, laktoza dözümsüzlüyü,
bəzi qidalar və ya digər həzm problemləri də ola bilər. İndi isə maraqlı bir suala cavab verək. Qaraciyər piylənməsi olan insan nə etməlidir? Ən vacib addımlardan biri çəkiyə nəzarətdir. Hətta bədən çəkisinin müəyyən hissəsinin azalması belə qaraciyərə müsbət təsir göstərə bilər. Düzgün qidalanma da vacibdir. Daha az şəkər, daha az emal olunmuş məhsullar, daha çox tərəvəz, daha çox lif. Müntəzəm hərəkət isə bu prosesin ayrılmaz hissəsidir. Maraqlıdır ki, bəzi insanlar yalnız qidalanmaya diqqət edir, amma hərəkəti unudurlar. Halbuki gündəlik gəzinti belə müəyyən fayda verə bilər. Növbəti hissədə isə ən vacib mövzulardan danışacağıq. Qaraciyər piylənməsi nə vaxt təhlükəli ola bilər? Hansı əlamətlər diqqət tələb edir? Köp hansı hallarda ciddi problemə işarə edə bilər? Və insanların bu mövzuda inandığı ən böyük miflər hansılardır? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin ən vacib hissəyə keçək. Çünki qaraciyər piylənməsi hər zaman sadəcə ultrasəs cavabında yazılan bir söz deyil. Bəzən insan illərlə heç bir problem hiss etmir. Amma bəzən bədən müəyyən siqnallar göndərməyə başlayır. Məhz buna görə hansı əlamətlərin diqqət tələb etdiyini bilmək vacibdir. Əvvəlcə bir şeyi vurğulayaq. Qaraciyər piylənməsi olan insanların böyük hissəsində erkən mərhələlərdə heç bir əlamət olmaya bilər. Bu çox vacib məlumatdır. Çünki insanlar çox vaxt belə düşünür. Ağrım yoxdur, deməli problem yoxdur. Halbuki qaraciyər uzun müddət səssiz qala bilər. Məhz buna görə profilaktik müayinələr böyük əhəmiyyət daşıyır. Amma bəzi hallarda müəyyən siqnallar görünə bilər. Məsələn, davam edən yorğunluq. İnsan kifayət qədər yatır, amma özünü yenə də enerjisiz hiss edir. Əlbəttə ki, yorğunluğun onlarla fərqli səbəbi var. Amma bəzi hallarda qaraciyərlə əlaqəli problemlər də rol oynaya bilər. Sağ qabırğa altında ağırlıq hissi də bəzi insanlarda rast gəlinə bilər. Bu hiss hər zaman ağır olmur. Sadəcə narahatlıq, dolğunluq hissi, təzyiq hissi. Lakin yenə də bu əlamət yalnız qaraciyərə aid deyil. Ona görə dəqiq qiymətləndirmə vacibdir. İndi isə köp mövzusuna qayıdaq. Çünki bir çox insan məhz bu səbəbdən müayinə olunur. Qarında şişkinlik, qaz, ağırlıq hissi, bəzi qidalardan sonra narahatlıq. Əgər köp ara bir yaranırsa, çox vaxt ciddi problem olmur. Amma bəzi hallar var ki, diqqət tələb edir. Məsələn, köp getdikcə artırsa, çəki itkisi ilə birlikdədirsə, qarında davamlı ağrı varsa, nəcisdə qan görünürsə, iştaha azalırsa, bu hallarda səbəbi araşdırmaq vacibdir. Çünki hər köp sadəcə qaz problemi deyil. İndi isə insanların çox inandığı miflərə baxaq. Birinci mif. Qaraciyər piylənməsi yalnız spirtli içki qəbul edən insanlarda olur. Xeyr, bugün qaraciyər piylənməsi olan insanların böyük hissəsi ümumiyyətlə spirt istifadə etmir. Artıq çəki, şəkərli qidalar, insulin müqaviməti, hərəkətsiz həyat tərzi, bunlar da mühüm səbəblərdir. İkinci mif. Qaraciyər piylənməsi varsa, mütləq ağrı olmalıdır. Bu da doğru deyil. Bir çox insan illərlə heç bir ağrı hiss etmir. Məhz buna görə problem təsadüfən aşkarlanır. Üçüncü mif. Bir neçə bitki ilə qaraciyəri tam təmizləmək mümkündür. Bu ifadə çox yayılıb. Amma elmi baxımdan düzgün deyil. Heç bir bitki sağlam həyat tərzinin yerini tutmur. Bitkilər bəzi hallarda dəstək ola bilər. Amma əsas rol yenə də qidalanma, hərəkət və çəkiyə nəzarətə məxsusdur. Dördüncü mif. Köp varsa, problem mütləq qaraciyərdədir. Bu da doğru deyil. Köpün səbəbləri çoxdur. Bağırsaqlar, bəzi qidalar, laktoza dözümsüzlüyü, stres və digər həzm sistemi problemləri. Ona görə hər köpü qaraciyərlə əlaqələndirmək düzgün deyil. Beşinci mif. Özümü yaxşı hiss edirəmsə, deməli qaraciyərim sağlamdır. Bu da tam doğru deyil. Çünki qaraciyər piylənməsi uzun müddət əlamətsiz gedə bilər. İndi isə vacib suala cavab verək. Qaraciyərimizi qorumaq üçün nə edə bilərik? Ən vacib addımlardan biri artıq çəkidən uzaq olmaqdır. Hətta kiçik çəki azalması belə müsbət təsir göstərə bilər. İkinci vacib addım hərəkətdir. İdman peşəkar səviyyədə olmaq məcburiyyətində deyil. Müntəzəm gəzinti belə faydalı ola bilər. Üçüncü vacib məqam qidalanmadır. Daha az şəkərli içkilər, daha az emal olunmuş məhsullar, daha çox tərəvəz, daha çox lifli qidalar. Bu dəyişikliklər ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Dördüncü məqam isə müayinələri gecikdirməməkdir. Çünki bəzən insan özünü yaxşı hiss etsə də, dəyişikliklər artıq başlayıb və onları erkən mərhələdə görmək daha faydalı olur.
Bir şey də unutmayaq. Məqsəd insanları qorxutmaq deyil. Məqsəd məlumatlandırmaqdır. Çünki məlumatlı insan sağlamlığına daha məsuliyyətli yanaşır və lazım olan vaxtda düzgün addım atır. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Qaraciyər piylənməsi çox yayılmış problemdir. Uzun müddət heç bir əlamət verməyə bilər. Köp isə hər zaman qaraciyərdən qaynaqlanmır. Bəzi bitkilər və təbii vasitələr müəyyən insanlarda dəstək rolunda ola bilər. Amma əsas rol yenə də düzgün qidalanma, hərəkət və sağlam həyat tərzinə məxsusdur. Ən təhlükəli yanaşma isə yenə budur. Keçər. Bəzən keçir. Amma bəzən bədən sizə əvvəlcədən siqnal göndərir və həmin siqnalları vaxtında görmək böyük fərq yarada bilər. Mən doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən bir məlumat kiminsə sağlamlığına daha erkən diqqət etməsinə kömək edə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Boyun osteokondrozu təbii çarələr. Boyun osteokondrozu niyə yaranır? Boyun ağrısı və baş gicəllənmə arasında əlaqə varmı? Hansı təbii üsullar kömək edə bilər? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.